Yeni aldığım soğan çəkənimlə qaşığımı sırf sizə göstərə bilmək üçün gedib mağazadan gül kələm almışdım. Gül kələminin kilosu 4 manataydı. Siz tərəflərə neçəyə alırsınız, o rəylərdə yazın. Elə bilirəm ki, mən ona baha satıblar. Soğan çəkəni ilk dəfə sınadım. Burada reaksiyalarımı görəcəksiniz ki, necə qəribə formada reaksiya verirəm. Həmçinin bu soğan çəkənin üstündə mənə kartof soyan da hədiyyə eləmişdilər. Yəni tərəvəz soyucu da hədiyyə eləmişdilər. Elə qara rəngdədir. Storylərdə qoyacağam sizə soğan çəkənin deməli linkini. Həmçinin qaşıqlarım da var yeni yemək bişirmək üçün. Görəcəksiniz indi boz formada. Deyirlər Ikea-da marjinal da orijinal deyə bilmirəm. Yəni mən çox məmnunam. Keyfiyyəti çox qəşəngdir. Üstündə də yazılı formasında Ikea yazılıb, amma tam bilmirəm də, yəni mən deyə bilmərəm. Yeməyə qalanda isə gül kələmini mən uzun illər əvvəl də alıb bişirirdim varlı vaxtlarımda. İndi isə sonradan bahalanmışdı, ucuda alıb bişirə bilmirdim. Bu çox uşaqları mən sevirlər bunu. Sadəcə qızardırsan, soğanı qızardırsan, üstünə gül kələmini doğrayırsan və üstünə yumurta vurursan. Sadəcə burada bir dənə püf nöqtəsi var. Yağı çox canından çəkən bir yeməkdir. Nə qədər yağ töksəz də şey olacaq da, yəni dibi tuta bilər. Ona görə su tökün, yəni biraz dibi quruduqca biraz su tökün ki, həm ağzı qapaqlı bağlı formada bişirin parda ki, yaxşı olsun. Belə.